Herkese salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda və yeni videoda görməyə çox şadam. Səhər durdum, gördüm ki, mənim artıq energiyam azalıb və həmən dəqiqə yollandım Hövsana. Mənim energiyam yalnız Hövsanda da olur, çünki burada mənim mamoçkam yaşayır. Artıq 15 ildir ki, necə ailə qurmuşam və inanırsınız, hələ də bu yolu keçəndə mənim ürəyim elə tez-tez döyünür ki, özümü belə qəribə hiss eləyirəm, çox həyəcanlanıram. Bu yolu keçəndə səbirsizlənirəm, tezliklə mamamla qovuşmaq istəyirəm. Neçə il keçsin, neçə yaşında oluramsa olum, mən bilirəm ki, həmişə mənim mamama çox ehtiyacım olacaq, çünki o mənim energiyamdır, o mənim sakitçiliyimdir, huzurumdur. Demərəm ki, bütün günü mamamla danışıram, hər gün görüntülü danışırıq, yox, elə bir şey yoxdur. Çünki onun da başı qarışıq olur, mənim də elə olur ki, bir gün heç zəng eləmirəm, amma yenə də ürəyim onunladır. Bilirəm ki, hər şey sakitdir, yaxşıdır, mamam salamatdır və istədiyim vaxtı gəlib mamamı görə bilərəm. Allah bütün anaların ömrünü uzun eləsin, əsas da ki, canları həmişə sağlam olsun, həmişə ayaq üstə olsunlar, onlar da energiyalı olsun ki, biz də onlara baxa-baxa onlardan energiya yığaq və öz ailəmizdə rahat, sakitcə yaşayaq. Mənim mamam heç vaxt sərt qadın olmamışdı, sərt ana değildi. Həmişə bizi başa düşərdi, biz pis bir şey eləsək də həmişə bizi bağışlayardı, başa düşərdi və hər dəfə bizə yaxşı yol göstərərdi ki, gələn dəfə belə bir səhv iş görməyək. Həmişəki kimi mama bizi belə öz dadlı mətbəxindən qarşılayır, bizə paştet hazırlayırdı. Biz paşteti həmişə toyuq ciyərindən hazırlayırıq, çünki toyuq ciyəri çox yüngüldür və tez donmur, qəşəng dadır da, yəni bir sözlə. Və mamam da indi yenə həmçinin toyuq ciyərindən bizim üçün qəşəng paştet hazırlayırdı. Paştetin hazırlanmağı məncə heç bir fəsili yoxdur. Yayda da qəşəng gedir, qışda da. Qışda paşteti hazırlayırıq, bir desert kimi süfrəyə qoyuruq, amma yayda misal üçün iştah olmur. Soyuducuda həmişə bizdə olur, götürürsən, bir dənə çörək yaxırsan və qəşəng nuş pəhpəh eləyirsən. Mamam paşteti necə hazırlayır sizə deyim. Deməli, ciyəri qəşəng soğanla qızardır, ondan sonra üzərinə kök də əlavə eləyir. Hamısını birlikdə qəşəng qızardır və ondan sonra ayrıca yumurta bişirir və sonra gördüyünüz kimi ət çəkəndən keçirdir. Mən bircə dəfə keçirdirəm, amma mamam 2 dəfə keçirdir. Sonra gələ yağı əlavə eləyirsən, duz, istiot və salam. Bunu biz kalbasa kimi də bükürük. Buzluqda saxlayırıq, sonra qəşəng doğrayırsan, ortada belə yağın belə rulet kimi forması olur, çox qəşəng görsənir. Süfrəyə qoyanda, misal üçün qonaqlar zad gələndə süfrəyə qoyanda belə eləyirik, rulet kimi. Amma özümüzə aradan misal üçün yemək istəyəndə belə bir konteynerin içinə qoyuruq və çörəyin üzərinə belə üstündən götürürsən və yaxırsan. Çox qəşəngdir, biz çox bəyənirik, bizim uşaqlarımız da qəşəng bunu yeyirlər. Biz gəlməmişdən qabaq mamam yarpaq dolması hazırladı, artıq hazırdır. Və indi isə paştet də hazırladı, soyuducuya qoyduq, sonra isə yeyəcəyik. Həmişəki kimi ilk növbədə bizim girişimiz çayla başlayır, bilirsiniz də. Azərbaycanda yaşayanlar hamısı yayda, qışda, fərqi yoxdur, hansı fəsil olur olsun. İlk növbədə gələn kimi mütləq və mütləq qaynar çay içməlisən. Yadınızdadır, keçən vlogda deyəsi səhv etmirəmsə, bunları sizə göstərmişdim. Mən Qayalı marketdən almışdım. Fikirləşdim ki, onsuz da evdə heç kim yoxdur. Yoldaşım evdə tək olanda heç vaxt çay içmir və dedim özümlə gətirim, burada qəşəng çay içək bunlarla. Özdəki keçən vlogda deyəsi demişdim, bunun dadı deyəsi apelsin dadacaq, amma yox, adi bir rahat lokum idi. Həmişəki kimi qəşəng məxməri çay və yanında da mənim vloqlarım. Mamam mütləq və mütləq bütün vloqlarıma baxır. Burada da artıq paştetimiz hazırdır. Uşaqlara eləmişdik. Qara çörəyin üstündə özdə bu kərpiç çörəyi çox qəşəng gedir. Uşaqlarımız da bəyəndi. Bacım özünə belə bir çanta alıb. Bunu hər şey 1 manatlıq mağazində, bəlkə də siz də oje görmüsünüz. Bəlkə bəzi qızların artıq oje var belə bir kosmetiçka. Kimdə yoxdursa göstərim. Mən misal üçün neçə dəfə görmüşdüm, amma bunu qiymətləndirmirdim. Nəsə fikirləşdim ki, bu mənə lazım deyil. Amma bacımda gördüm, dedim ki, ay yox, çox qəşəng bir şeydir. Alardım misal üçün. Bunun bir neçə cür rəngi var. Bacım bu rəngdə götürdü. Çox qəşəng incə rəngdir.
Zamokludur, qəşəng səliqəlidir. Bacım icazə verdi içini sizə göstərməyə, ona görə sizə göstərəcəm. Belə bir tülpançıqla olan rezinka aldım. Aylinçik üçün 2 dənəsini. Görün nə qəşəngdir. Əlim uje şey olub. Bacımın burada kosmetikası bir rəng qırıldı. Kimsə uşaqlardan götürdü. Yəqin ki, posyu elədi. Bura içinə dağıtdı. Eyb yox. Belə bir qəşəng rezinkalar aldı tülpanla birlikdə. Bunları belə sallana taxmaq olar. Bir də belə bantiklə bağlayasan, qəşəng burada tülpanlar görsənəcək. 2 dənə. Sonra belə bir peeling gel, yadınızdadır, sizə göstərmişdim. Mən üçün də almışdım. Məndə də bundan var. Bacım amma istifadə eləyir. Uje yarısından çox işlətdi. Burada az qaldı. Mən amma hələ işlətmirəm, çünki mənim özümdə də peeling gel var idi. Bir də yayda mən çalışıram peelingi işlətməyim, çünki sonra üzdə məndə ləkə çıxır. Çünki mən sonra günə çıxıram. Bizdə həyət evidir deyə mən gün ərzində bəlkə 5-6 dəfə həyətə düşürəm. Ona görə mən yayda çalışıram bunu işlətməyim. Axşamlar bəlkə də nə bilim, ayda bir dəfə, 2 dəfə axşamlar yadıma düşəndə onda eləyirəm. Arxa fonda mamam posyunu yatızdırır. Lay oxuyur onun üçün. Belə bir krem var bacımda. Belə bir qaş üçün gel var bacımda. Çeyin gətirdi. Baxın, hayf elədi bizim posyu. Mamasının çeyini qırdı. Rəngi dağıtdı. Bütün hər yeri burada rəngi dağıtdım. Antiperspirant Faberlic'in-dir özü. Bacım özü Faberlic'dən yazılmayıb Faberlic'a, amma kimdənsə alır. Sonra belə bir Golden Rose'un gel aldı dodaq üçün. Beləsi də var. İkisi eynidir. 201 nömrədir. Biri uje yəqin ki qutarır, dibindədir. Əllərimə baxın, bütün çeyin oldu. Biri isə təzədir, hələ açmadım. Ondan sonra belə Sisi krem, o da Faberlic'in-dir. Kistочка. Bir də belə karandaş. Bu da Golden Rose'un. Golden Rose'un. Bir də kosmetiçka. Bütün çirkli oldu, amma eybi yox, problem deyil. Bunu yumaq rahatdır. Əlimə baxın, bütün korичневый rəng oldu. Dağıtdı hər şeyi. Belə. Yığaq içinə. Çox qəşəng, səliqəli kosmetiçkadır. Bunu tək kosmetika üçün işlətmək yox. Hətta uşaqların xırda oyuncaqları varsa içinə yığmaq olar. Sonra karandaşlar, flomasterlər ortalıqda dağılmasın deyə bunun içinə səliqəli qəşəng yığmaq olar. Bu şeydir, zamoklandır. Ondan sonra misal üçün səyahətə gedirsiniz. Bunun içinə отдельный alt paltar qoymaq olar. Ya da ki, corabları səliqəli bunun içinə yığmaq olar. Hər bir şeydə istifadə eləmək olar. Mən misal üçün buna qiymət verməmişdim mağazində, amma bacımda gördüm. Dedim, yox, bu həqiqətən çox qəşəngdir, rahat bir şeydir. Almaq olar. Буду крепко спать. Kistочка есть у тебя, mama? Да. Bacım mamaya şampun kraska aldı və içində bu qədər şeylər çıxdı. İndi burada biz ikimiz fikirləşirik ki, bunlar nədən ötürüdür. Əslində mən də bu şampundan almışdım, məndə də çıxdı. Xeyli fikirləşdim ki, bunlar görəsən nədən ötürüdür. Sonra başa düşdüm ki, deməli bu yekə paket olan, bu boynuna belə bağlayırsan ki, koftan ləkələnməsin. Sonra əlcəyə çıxdı. Bir dənə rezinli olan paket bu saçını bağlamaq üçündür və 2 dənə balaca rezinli paketlər var. Onlar sən demə qulağa taxırsan ki, qulağın kraska olmasın. Mən bu şampun kraskadan alırdım, amma başqa firmasından alırdım. Belə bir şeylər yox idi. Sadəcə əlcəklər var idi. 2 cüt əlcək. Amma bunda bu Dex olan, bunun içində bu qədər şeylər çıxır. Çox qəşəng şampun kraskadır. Mən bunu işlədirəm. Mənim saçım hər kraskanı götürmür, yəni ağ saçlarıma bağlamır. Amma bu şampun kraska çox qəşəngdir. Saçımı çox qəşəng rəngləyir, ağ saçlarımı da qəşəng kraskalayır. Çətin. Baba, ikiye okey. Ama
Ama söz kupluyor. Evdə sakitçilik yaratmaq üçün mama bizi evdən qovdu, dedi gedin biraz gəzin, mən uşağı yatızdırım. Biz də fikirləşdik hara gedək və Günel Ticarət Mərkəzinə getdik, çünki orada endirimlər görmüşük, qəşəng maraqlı endirimlər idi. Dedik gedək baxaq, əgər maraqlıdırsa, biraz evə nə lazımdırsa onlardan alaq. Əvvəl mamam harda yaşayırdı? Bu Günel Ticarət Mərkəzi çox uzaqdaydı və hər dəfə ora getmək istəyirdik, amma ərinirdik çünki çox uzaqdır. İndi isə mamam hansı evə köçüb çox yaxındır. Bu arada burada böyük bir İrşad mağazini açılır. Açılan zaman məncə burada çox qəşəng endirimlər olacaq. Düzdür, mənə elektrik şeylər lazım deyil, amma bəlkə kiməsə lazım olsa, Hövsanda yaşayanlar nəzərdə tutun. Bunun açılışı olanda mütləq gəlin və qəşəng qiymətlər məncə olacaq. Bu tərəfdə isə Günelin reklamı var idi. Fikirləşdik ki, o yəqin köhnə reklamdır. Sonra getdik, girdik. Yəni orada reklamda yazılmışdı hər bir şey 2 manata. Girdik, baxdıq. Yəni heç bir şey maraqlı yox idi. Hamısı belə pis gündə olan paltarlar idi və çıxdıq, təzədən qayıtdıq o biri gün elə. 1-2 şey aldıq və qayıtdıq evə. Mamam isə qəşəng bizə belə bir süfrə açmışdı. Hamımız oturduq, nuş elədik. Artıq burada bizdə növbəti bir gündür. Səhər tezdən durduq, bacımla bazara getdik. Bacımla birlikdə Hövsanda bazarlıq elədik və sizə göstərim nələr aldıq. Gəncə təndirində 2 dənə qaynar çörək elə təzə peçdən çıxdı. Biz götürdük. Qiyməti 70 qəpiyyədir. Özü də yekədir, qəşəngdir. Sonra Sümbül şirniyyat evində. Hər dəfə bu Hövsana gələndə burada mütləq şirniyyat alırıq. Çox qəşəng qiymətlər və ən əsası çox dadlı və həmişə isti. Gedirsən, həmişə isti. Buna baxın, nə qəşəng yumuşaq pambıq kimi. Bu deməli lay qozdu. Bu isə ən dadlı içi tvaroqlu. Bu da keta. Ən dadlı, çox qəşəng, isti, qaynar, yumuşaq pambıq kimi ağızda əriyən belə bir reklam hələ də yəqin ki eşitməmisiniz. Amma reklam deyil, hər bir şey öz pulumuzla almışıq. Qiyməti 40 qəpiyə. Yəni çox ucuz və çox dadlı. Sonra burada çoxlu göyərti almışıq, çünki doğğa hazırlayacağıq. Muşmullanı doğğaya qatırsınız. Əgər qatmırsınızsa mütləq bir dəfə sınayın. Çox qəşəng, yağlı, dadlı doğğa alınır. Bir dəfə bacım məsləhət gördü, mən elədim və biz çox bəyəndik. Bundan sonra doğğa hazırlayanda muşmulla içinə əlavə eləyim. Muşmulla nədir? Bu muşmulla deyil ki, pərpətöyün. Muşmulla nədir? Buna muşmulla deyirəm. Çaşdım, pərpətöyün. Pərpətöyün əlavə eləyirsən və çox qəşəng dadlı olur. Bir də burada xeyli reyhan götürmüşük, çünki sok düzəldəcək, reyhan soku. Bir dənə 8 kiloluq qarpızı güc bəla ilə evə gətirdik. Qiyməti 80 qəpiyə. Badımcan qatıq. Bu doğğa üçün və orada çoxlu toyuq. Vəssalam. Bu da Hövsandan sizə bazarlıq göstərdim. Doğğamız hazır. Qaldı ki soyusun və ondan sonra bir stəkanlara süzək və qəşəng pəhpəhlə içək. Hövsana gələndə hansısa daşın üstünə, yamıxın üstünə çıxmışdım. Təkərim bir sözlə partladı. Sağ olsun qardaşım getdi, o təkəri düzəltdi. Bacım isə təzə aldığımız qarpızı kəsir. Qarpızımız bu arada çox qəşəng, şipşirin çıxdı. Biz qarpızı iyun ayından başlayırıq almağa. Siz necə gözləyirsiniz avqusta kimi? Burada isə görün nə qəşəng şey qızarır. Bugün böyük bacım evdə olduğuna görə dedi, biraz bizi sevindirsin. Təzə bir salat görmüşdü Instagramda və dedi ki, sizə hazırlayın, görün bəyənərsiniz yoxsa yox. Mən də çoxdandır görmüşdüm bu salatı, yayın əvvəlində gördüm və hər dəfə deyirdim hazırlayacağam, amma çox ərinirdim, hazırlanmırdım və indi bacım bizim üçün özü hazırladı. Burada bacıma deyirəm ki, danış bu salatın içinə nələr qoymusan, amma bacım utandı və heç nə danışmadı, ona görə özüm danışacağam. Qabaqçadan filə pişirmişdi, onu xırda doğradı, sonra pomidor əlavə elədi. Sarımsaq bir diş, badımcanı belə uzun qızartdı hər iki tərəfdən və belə gördüyünüz kimi vilka ilə ayırır. Duz, istiot və mayonez.
Bir də ki, bu salata göyərti əlavə eləmək lazımdır. Amma biz bütün göyərtini dolğaya əlavə eləmişik deyə bizdə heç nə qalmadı. Ona görə salatda göyərtimiz olmayacaq. Amma siz əgər bu salatı düzəltsəz, mütləq göyərti əlavə eləyin. Göyərti heç vaxt hansısa bir yeməyin dadını xarab eləməz. Əksinə daha da dadlı eləyər. Bizdə artıq günorta vaxtıdır. Biz süfrəni hazırlayırıq və bizim qatıq balona baxın, görün dibində qaldı. Bütün qatığı işlətdik. Dünən uşaqlar biraz yemişdi. Ondan sonra dolğaya əlavə elədik və dibində bu qədər qatıq qaldı. Yayda bizim evdə qatıq çox qəşəng gedir. Həm ayran düzəldirik, tez-tez dolğa eləyirik. Adi elə belə uşaqlar stəkana tökürlər, belə yeyirlər. Вот, соломка. Ale gob. Еще раз гоп. Значок есть? Есть. Что-то запаха не слышно. Bu salatın içində ən vacibli olan sarımsaqdır. Onu əlavə eləməsəz, tamam başqa bir dad olacaq. Ona görə mütləq və mütləq sarımsaq əlavə eləyin. Bu arada bizim paştet soyudu və bunu dedim dadına baxım, görüm necədir. Mən xoşlayıram paştet soyuq olan halda yeməyə. İstədim bunu qara çörəyin üzərinə, o kərpic çörəyin üzərinə eləyim, amma çox heyif ki, kərpicimiz bitmişdi, ona görə təndirin üzərinə elədim. Qardaşım gedib özünə təzə paltarlar almışdı. Dedim ki, gəl geyin, səni çəkim, göstərim sənin üzərində necə görsənir. Amma heç cürə razılığa sala bilmədim onu. Попозируй, Слива. Попозируй, да? Повернись, Слива. Gördünüz də, yox dedi və yoxun üstündə də durdu. Duxovkada qızarılan toyuq da hazırdır. Yanına da bacım belə tərəvəzləri yığdı. Kartoşkadır, pomidor, bibər. Qəşəng oturduq, yeməyimizi yedik. Fonda isə həmişəki kimi mənim kanalımdır. Mamam bütün mənim videolarımı izləyir. Uşaqları yığdıq və bacımla birlikdə Qəbristə gedəcəyik. Yol üstü yenə Sümbülə dəydik. Yenə buradan qəşəng şirniyyatları aldıq. Buranın şirniyyatları o qədər çox bəyənirik ki, həmişə təzə və dadlı olur. Так прям кричала, звала. А вот он уходит, а? Это самый? Да, хороший. Мурат, позови его. Он кушать идет, кажется, я. Да, он сейчас за нами будет. أعوذ بالله من الشيطان الرحمن الرحيم اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات سيما Нет. Веник такой, да? Здесь тоже полетели, да? Что осталось? Həmişə bura bacımla birlikdə gəlirik. Bu dəfə isə uşaqları da götürmüşük, çünki onlar da gəlmək istəmişdilər. Çoxdandır ki, babanın üstünə gəlmirdilər. Mən gülləri gətirmişdim özümdən və bura bacımla birlikdə əkdik. İnşallah ki, solmazlar, buranı qəşəng yaşıl eləyərlər. Hər dəfə bura gələndə çalışıram bir dibçək gül gətirim ki, bura yamyaşıl olsun. Biraz oturduq, uşaqlarla birlikdə təmizlik iş gördük və təzədən yola düşdük. Через 300 метров поверните налево. Yol üstü əmim qızı gilə dəydik, çünki çoxdandır ki, onların evinə getmirdik. O da hər dəfə eşidəndə ki, biz Hövsana gəlmişik və bizi çağırır. Gəlməyəndə də bizdən inciyir. Bu arada o da Hövsanda yaşayır və bu maskanı bizə tərifləyirdi. Dedim, qoy videoyu çəkeyim, yadımda qalsın da hansı maska idi. Özüm üçün çəkmişdim və dedim, burada yerləşdireyim. Bəlkə sizdə də saçda problem varsa, misal üçün mənim saçım çox qalındır və belə vızdır saçım. Nə qədər maska alıram, nə qədər saçıma qulluq eləyirəm. Bir gün qulluq eləməsən, yenə də saçım vız durur. Ona görə əmim qızı bunu təriflədi. Dedi ki, mən də əziyyət çəkirəm, onun saçı sarıdır. Dedi, mən də əziyyət çəkirəm və mütləq bu maskanı al, istifadə elə və ondan sonra görəcəksən ki, saçın necə də qəşəng yumuşaq olur. Mən də özümü bilirəm, yadımda qalmır. Tez unuduram belə şeyləri. Ona görə dedim, gözlə bir dənə video çəkim, yadımda qalsın deyə.
və dedim burada da yerləşdirim. Siz də baxarsınız, bəlkə sizdə də belə bir problem var. Sınayın, baxın, əgər alarsınızsa ya da ki bəlkə kimsə artıq bunu işlədirsə, mütləq rəylərdə yazın, görüm həqiqətən bu belədir, yoxsa əmim qızımın saçına düşdü. Mən də kimdən nə eşidirəm, kimdə hansı maska görürəm, kim ki tərifləyir, həmən dəqiq gedirəm alıram, çünki saçımla çox problem yaşayıram. Yəni saçım dolaşandır, vızdır. Payızda, qışda bütün hansı ki maskaları işlədirəm, xeyli uzun müddət gedir. Amma yayda gün yandırır deyə, bir tərəfdən gün yandırır, bir tərəfdən saç özü quruyur deyə onda çox əziyyət çəkirəm. Bir də burada əmim qızı paltar almışdı, hansı ki dünən sizə göstərmişdim. Biz Günel Ticarət Mərkəzinə getmişdik. Onunla yolun o biri tərəfində 2 manata bütün paltarları satışa qoymuşdular. Biz ora dəydik, amma heç nə tapanmadıq. Hər bir şey atılası bir şeylər idi. Yəni paltarlar pis gündə idi. Əmim qızı deyib ki, siz sadəcə tapa bilmədiniz və göstərdi o nələr aldı. Təsəvvür edirsiniz, bu qəşən sarafan 2 manata almışdı. Düzdür, bunun böyük razmerlər yox idi, ancaq arıq-marıq qızlar üçün idi. Bizim razmerdə heç nə yox idi. Amma əmim qızı dedi ki, biz gecikdik, təzə-təzə açılanda çox qəşən cürbəcür razmerlərdə paltarlar var idi. Bir də bu sarafana baxın, nə qəşəng yay sarafanıdır. İstəyirsən çölə çıxırsan, gəzirsən bundan, ya da ki dənizə gedirsən, çox qəşən nazik materialda olan sarafan idi. Sonra burada olan bütün paltarları hamısı 2 manata almışdı. Baxın, bu misal üçün bu kofta 2 manata idi. Düzdür, bu altı görsənəndir, amma altından mayka ya da ki crop geyinsək çox qəşəng görsənəcək. Bunu sadəcə 2 manata idi. Materialı da çox qəşəngdir, yəni sintetika deyil də. Buna baxın, bu cropa baxın. Bu da 2 manata, 2 manata, bir də bu kofta 2 manata. Hamısının materialı çox qəşəng, pambıqdır. Mən ən çox, baxın, bu xalatı bəyəndim. Bu xalat deməli iplə belə bir tərəfdən bağlayırsan. Rus dilində buna обними меня deyilir də, modelə. Çox qəşəng pambıq materialında evdə bunu xalatı geyinərsən və heç bir şey hiss eləməyəsən ki, üstündə elə bil nəsə var. Yəni o dərəcədə yumuşaq material idi. Çox qəşəng idi. Sadəcə olaraq ki, biz tapanmadıq. Biz gecikdik. Biz lap gec getmişdik ora. Nəysə, əmim qızınla oturduq, qəşəng söhbət elədik və təzədən qayıtdıq evə. Bir sözlə, bu neçə gündür mamamgildə qalmışdıq. Xeyli bacımla birlikdə gəzdik. Görün nə qəşəng ördəklər var burada. Cürbəcür. Burada hamısı yekələrdir. Bir də balacalar da var. Bizdə bu rəngdə yoxdur. Bu yekələrdən. O rəngdə bizdə yoxdur. Amma bunlardan var. Burada su qoyublar ki, çimsinlər, suyunu doyunca içsinlər. Burada da maşınlar keçirlər, soruşurlar ki, bu ördəklər yiyəsi kimdir, satır bunları yoxsa yox. Maşallah, xeylidir, xeyli, maşallah. Mamamla sağollaşdıq və yollanırıq evimizə. Allah hər bir valideyni qorusun, ömrünü uzun eləsin. Mən isə sizinlə sağollaşıram növbəti vlogda görüşənədək.